Sizin bu verişlərdən deyirəm, bir neçə dəfə inşallah bir müddətdən sonra baxarsınız, proqnoz nə dərəcədə düzdür və yanlışdır. Trump bir müddətdən sonra bəyan eləyəcək ki, müharibə qəti şəkildə bitdi, tam qələbə qazandı. Yox, deyirəm, bu müharibə davam edir. Tam qələbə qazandı, biz qoşunları geri çağırırıq. Falan sadəcə nəticələrimiz ən yüksək səviyyədə və bu hakimiyyət bizim şərtlərimizi qəbul elədi və s. Xalqın dərinliyinə xəbəri olmayacaq. Amma müharibənin uzanması, dünən mən Hollandiyadan bizim dostlarımızın biri ilə danışıram, deyir ki, benzin vurduram maşınıma. 2 dəfə qiyməti qalxıb və mənim dostlarım qonşu ölkədən gelib maşınlarında benzin vururlar. Filippində ümumiyyətlə ərzaq dükanları, mağazaları boşalıb. Ərzaq daha yoxdur. Yəni, bunlar hamısı müharibənin birbaşa təsiridir. Bundan Trumpa görə sən nə zərbə deyir? Bunlar benzinin qiyməti Amerika Birləşmiş Ştatlarında qalxır. Benzin qalxma bu sessiz itirmək. Filippini soruşur. Yox, söhbət ondan gedir ki, yəni hətta uzaq Filippinə belə bu Amerika rezervləri var da açılır.